Tovuz rayonunun Məşədilər kənd məzarlığındayıq. Bugün daha bir qəhrəman şəhidimizin Mirzəyev Eltas Füzuliyoğlu'nun anım günüdür. Şəhadətindən 5 il ötür qəhrəman şəhidimizin. Allah ruhunu şad eləsin. Allah doğmalarına səbir versin. Bizlər də hər zaman Tovuz turan şəhid ailələri birliyi olaraq şəhidimizin ziyarətindəyik. Allah atasına, anasına uzun ömür, can sağlığı versin. Allah ilk hacımızın simasında tüm Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Valideynlərinə bol bol səbr eyləsin. Allah ruhunu şad eləsin. Bugün Tovuz rayon Məşədilər kəndindəyik. Şəhidimiz Eltas Füzuliyoğlu'nun ziyarətindəyik. Bugün anım günüdür. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Tovuz turan şəhid ailələri birliyi olaraq hər zaman şəhidlərimizin ziyarətində olmağı özümüzə borc bilirik. Onları yaşatmağı, onları ziyarətsiz qoymamağı özümüzə borc bilirik. Ruhu şad olsun şəhidlərimizin. Şəhidlərimizin heç birinin bizlərə ehtiyacı yoxdur. Bizim hər birimizin amma şəhidlərimizə ehtiyacımız var. Çünki şəhidlər özləri öz dərgahlarını qazanıblar, öz zirvələrini qazanıblar. Allah ruhunu şad eləsin cəm şəhidlərimizə. Biz də bir vətəndaş olaraq yaşadığımız bir müddətdə şəhidlərimizi ziyarət edib onları unutturmamağa çalışırıq. Çalışırıq ki, bu bizim vətəndaşlarımız da biraz bizim xalq unutqan xalqdır. Onun üçün unudulmasın heç bir şəhidimiz. Əlimizdən gəldiyi qədər şəhidlərimizin ziyarətində olun. Allah ruhunu şad eləsin. Allah ata-anasına səbr versin inşallah. Dözüm versin. Bu şakası ta. Cəmi şəhidlərimizin ruhları şad, mükəmməl cənnət məqamları üzərində olsun. Amin inşallah. Buyurun nefresi ta. Şəhidlərimizin məkanı cənnət eləsin, ruhları şad eləsin. Amin. Buyurun. Bugün Eltas'ın il dönümüdür. Hamımız Tovuz turan şəhid ailələri birliyi olaraq Eltas'ın ziyarətinə gəlmişik. Ruhu şadlıqanlı olsun Eltas'ın. Şəhidləri ziyarət eləmək vətəndaş olaraq, insan olaraq tək şəhid ailəsinin yox, şəhid ata-anasının yox, hamının borcudur. Hamının borcudur ki, bütün tək rayonumuzda yox. Azərbaycanın müxtəlif bölgələrində olan şəhidlərimizin tanıdığımız, bildiyimiz, bilmədiyimiz şəhidlərimizin araşdıraq, onları lazımı olduqca gücümüz çatan qədərlə ziyarət eləyək. Çünki şəhid məzarı vətən üçün, torpaq üçün canını verən hər bir şəhidin məzarı bizim xalqın ziyarət yeri, ziyarətgah olmalıdır. Ən müqəddəs ziyarətimiz elə şəhid məzarlarıdır. Və bu şəhid məzarlarını ziyarət eləyəndə, onları yad eləyəndə insanın içi sanki bir rahatlıq tapır. Ruhu şad olsun xalqımın, vətənimin qeyrətli oğlu. Mekanın cənnət olsun. Amin inşallah. Buyurun ana. Bütün şəhidlərimizin yeri cənnət olsun. Ruhları şad olsun. Buyur Cəbrayıl. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Yer cənnət olsun. Ailələrinə Allah səbir versin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Buyurun devam. Azərbaycan Respublikasının ərazi bütövlüyünün sürən təmin edilməsi uğrunda həyata keçirilən əməliyyatlarda, müharibələrdə, döyüşlərdə bu günümüz və gələcəyimiz üçün Azərbaycan Respublikasının ərazi bütövlüyünün bütövləşməsi üçün erməni işğalına son qoyulması və Azərbaycan Respublikasının dünya miqyasında mövqeyinin mükəmmelləndirilməsi üçün canlarını qurban vermiş hər bir qəhrəman, igid, cəsur şəhidimizə Allah rəhmət eləsin. Allah onlara qəhrəmanlıqda böyüdən atalara, analara can sağlığı, uzun ömür versin. Allah səbir, təmkin versin. Hörmətli şəhid anası Amana xanımın da qeyd elədiyi kimi həqiqətən şəhidlərimizin
Hüdud torpaq sahələri Azərbaycanımızın ən müqəddəs torpağıdır. Şəhid məzarları həmişə ziyarət olunmalıdır. Onların döyüş yolu haqqında geniş informasiyalar verilməlidir, təbliğatı genişləndirilməlidir. Çünki 21-ci əsr tariximizdə onların xüsusi yerləri və fəaliyyətləri vardır ki, həqiqətən Azərbaycanın 21-ci əsr tarixdə ərazilərinin bütövləşməsində, Azərbaycanın dünya miqyasında mövqeyi mükəmmelləndirilməsində hər bir şəhidimizin xüsusi xidmətləri vardır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Ruhu şad olsun. Allah cümlə Azərbaycan qazilərinə də sağlamlıq nəsib eləsin. Yəni hal-hazırda bilirsiniz, bəlkə də bilmirsiniz. Bəhmanımızın da vəziyyəti çox ağırdır. Hal-hazırda xəstəxanadadır. Hər kəsin dua etməsini istəyərəm. Allah Bəhmanımızın timsalında cümlə qazilərimizə şəfa versin, ayaqda qalsınlar. Həqiqətən bizim üçün can-qan tökmüş igidlərdir. Elə qazilərimiz demişkən, Orxanımızdan da salam gətirmişəm Eltaz sənə. Döyüş yoldaşın olub Zərdabdan. Orxandan sənə salam var. Ruhun şad olsun, haqqını bizlərə halal elə.